Salam, hər vaxtınız xeyir. İstəyirəm ümumi bir janrın üstündən bir dənə keçək sizlə. Hardayıq? Ümumi vəziyyəti bir dənə nəzərə yetirək. İlk olaraq Bitcoin-la başlayacağam, çünki ümumi bir janrı aşağı salan və hal-hazırda mənfidə olmamızın səbəblərindən biri Bitcoin-dir. Demək, üzr istəyirəm, bir dəqiqə. Demək, Bitcoin analizinə baxanda, Bitcoin-də biz başlanğıcda düşən trend gördük. Burada düşən trend qırılıb, baxın daha yaxından baxaq. Düşən trend qırılıb, trendin üstünə atmağa çalışıb, ata bilməyib, retest verib, düşüb aşağılara və hal-hazırda 80 bölgələrindədir. Burada sizə çəkib atdığım dəstəkdən reaksiya alıb. İndi ümumi olaraq vəziyyət necədir, ona baxmaq istəyirəm. Gəlin qrafiki bir günlük alaq. Bir günlükdə daha yaxşı göstərə biləcəm sizə, çünki düşüşlər çox dərin düşüşlərdir. Baxın, bir günlükdə ilk baxacağımız şey RSI-dir. RSI 21 səviyyələrində. Gəlin baxaq RSI-nin maksimum düşdüyü səviyyələr hansı səviyyələr olub. RSI-nin ümumi qrafikdə maksimum düşdüyü səviyyələr 20 səviyyələr olub ki, hansı ki RSI-də belə dəstək səviyyəsi çəksə, bu dəstək səviyyəsi bizə 20 səviyyəsini göstərəcək. RSI-də dəstəkdəyik və dibdəyik. Bunu anladıq. Gəlin indi Bitcoin-ə baxaq. Bitcoin-də burada dediyim kimi sizə trend var idi. Bu trend qırılıb. Aşağıdan gələn bir trend var idi. Mənim çəkdiyim bu həftəliyin trendidir. Baxın, həftəliyin trendində qırılım baş verib. Və hal-hazırda burada gördüyümüz 80 bölgəsində dəstək səviyyəsi var. 80 bölgəsində yaxınlaşdırım sizin üçün. Baxın, burada bir dəstək səviyyəsi var. Və bu dəstək səviyyəsində hal-hazırda gəlib reaksiya alıb buradan. Reaksiya faizinə baxaq. Dəstək səviyyəsindən 3.5% reaksiya alıb. Yəni, əslində qəşəng bir reaksiya idi. Trade girmək olardı, amma yenə də burada risk atılacaq bir yer deyil. 80 səviyyəsi mənim gözlədiyim senaryo Bitcoin-in RSI bu qədər dibdəykən maksimum düşə biləcəyi bu Bitcoin-in bölgə 73 bölgəsi. Hansı ki, bizim ən son döndüyümüz və ən böyük dəstək səviyyələrindən biridir. Baxın, 73-69 bölgəsi. Bu bölgəni də sizə kvadrat şəklində göstərəcəm. Daha aydın olsun. Baxın, bu səviyyə bizim artıq tam olaraq dibdir və maksimum dib buradır. Dediyim mənim səviyyədir. Buradan aşağı düşsə artıq ayda 100%, yəni 100% Bitcoin aydadır və birjadan bir şey gözləməyə dəyməz. Çoxumuz əgər leverage girmişiksə ki, mən leverage girmişəm, lig olacaq. Bu mənim lig olma səviyyəmdir. Gözlənti nədir? 83 bölgəsində hal-hazırda aldığı reaksiya yaxşıdır. Əslində 3%, 4% reaksiya az bir reaksiya deyil. Biz burada nə gözləyə bilərik? Gəldi 83-dən reaksiya aldı. Burada üstünə bağladı. Daha sonra trendin üstünə atmağa bacarsa, artıq buradan biz bir deyə bilərik ki, geri döndükmü? Geri döndükmü demək üçün bölgə buradır. Buradan da gəlir 106.000-ə qədər qalxar. Bu artıq bizim geri dönüş senaryomuzdur. Əgər bu senaryo olmasa nə gözləyərik? Bu senaryo olmasa zaten yəni dediyim kimi, baxın günlükdə dibdə olsa da RSI, həftəliyə bir dənə RSI-yə baxaq. Həftəlik RSI hələ dibdə deyil. Həftəlik RSI-nin də eyni şəkildə trend səviyyəsini çəksək, məsələn, tarixi boyu 2014-cü ildən bəri düşdüyü ən dib səviyyə 26 səviyyəsi olub və hal-hazırda 34 səviyyəsindədir. 26 səviyyəsinə bu RSI nə vaxt düşəcək? Yəni RSI analiz edirəm hal-hazırda. 74 bölgəsinə gəlində, 69 bölgəsinə gəlində zaten dib səviyyəsinə gələcək. Bu da bizim üçün bir dib indikatordur. Eyni zamanda burada baxaq, təpədən düşüşə baxaq. Təpədən Bitcoin 35% düşüb. Gəlin ümumi olaraq Bitcoin-in düşüşlərinə baxaq, nə qədər ortalama düşüş eləyir. Buradakı düşüşə baxaq, 108.000-dən 74.000-ə düşdüyündə 31%lik bir düşüş yaşayıb Bitcoin. Daha sonra buradakı düşüşə baxaq, burada 53%lik, ortalama yəni düşüşləri 53-60%lik düşüş olur ki, hansı ki o zamanki Bitcoin ilə indiki Bitcoin eyni deyil. Bitcoin əsas düşməyindəki səbəb birinci bazarı manipulyasiya edirlər. Çox pis manipulyasiya var bazarda. Yalan xəbər belə atırlar. Faiz endirimi qorxusu var. Bazarı manipulyasiyaya başa salırlar. İkincisi hökumət bağlı idi. Burada likvidasiyasının düşməməzliyi var idi. Mən sizə nə deyirdim? Hansı ki bu səviyyələrdən düşdük 106 səviyyələrinə. 106 səviyyələrində deyirdim ki, likvidasiyamız çatmır. Əgər likvidasiya bərpa olunsa, yenidən yüksələcək. Amma burada nə etmədilər? Təzədən bazar manipulyasiya edib saldılar bunu 80 səviyyələrinə. Və bizim buradan qayıdış gözlədiyimiz səviyyə, birinci səviyyə 80 səviyyəsidir. Yəni buradan biz qayıtmaq gözləyə bilərik. İkinci səviyyə bizdə 73, 74 deyim, 74-69 səviyyəsidir ki, buradan aşağı düşmə ehtimalını mən görmürəm. Bu şəxsi fikrimdir. Ondan sonra bizim ən çox ziyanda olduğumuz səhm MZTR-dir.
MSTR-yə baxmaq istəyirəm. Bitcoin-lə demək olar, Bitcoin 1 düşəndə MSTR 2 düşür. Bunun da səbəbi MSTR düşdükcə alır, səhm satır. Baxın, MSTR-in qrafikinə baxanda, burada da həftəlik qrafikdə eyni şəkildə. Burada da əsas dəstək səviyyəsi mən sizə gördüm 236 səviyyəsi. Şans ki, bunu neçə aylardır deyirdim ki, 236-ya gəlsə əla bölgədir. Və yenə də manipulyasiya edib bu səviyyəni də qırdılar, saldırdılar 177 səviyyələrinə ki, hansı ki bu bölgə hal-hazırda dəstək bölgəsidir. Baxın, tam bu bölgə. Bizim hal-hazırda gözləyəcəyimiz, əgər Bitcoin 80-in üstündən reaksiya alıb yüksəlməyə başlasa, MSTR də eyni şəkildə bu dəstəyin üstünə atacaq və bu dəstəkdən yüksələr belə bir hərəkət eləyər. Məsələn, buradan artıq 320 bölgələrinə gedə bilər. Bu olasılıq bir senaryodur. Yəni olma ehtimalı yüksək bir senaryodur. Desək ki, ən maksimum dib axtarırıq biz. Yəni desək ki, bilməliyik ki, bura dibdir. 112 və 149 səviyyəsi. Hansı ki, əgər Bitcoin 69-a düşsə, 114 səviyyələrinə qədər maksimum geri çəkməyə, amma mən oranı gözləməm. Mən gözlədiyim səviyyə 150-dir. Mən riskimi necə almışam? Leverage'dəyəm. Özüm əlavə pul daxil elədim. Öz şəxsi pulumdan, yəni birjada olmayan pulumdan. Və leverage'imi bu gün salacam, bu gün daxil edəcəm. 100 səviyyəsinə salacam. 100 səviyyəsində mən legal olacam. Və bütün pulu daxil eləmişəm artıq. Elə biləcəyim çox bir şey qalmayıb. 100 səviyyəsinə qədər leverage salacam ki, mən buradan artıq dönüş gözləyirəm. Buradan da aşağı düşsə, yəni həqiqətən düşsün də, mental olaraq həqiqətən o yerdə deyilik. Gələk Nebiusa baxaq, neçə vaxt danışırıq. Nebius vəziyyətindədir. Bir dənə də onun analizinə baxaq. Əgər Trading View işləsə, aha. Demək, Nebius analizində həftəlikdə yenə mən hər şey həftəlikdə baxmaq istəyirəm. Çünki bu dəqiqə həftəlik dəstəklərdədir hər şey. Nebius nədir? Hal-hazırda Nebius pre-də müsbətə keçib. Baxın, burada 82 səviyyəsində bizim günlükdə əslində. Bu həftəlikdə görsənir. Günlükdə burada bizim dəstək səviyyəmiz var və bir neçə bu səviyyədə dib eləyib. Və burada mən Nebius'ta gözlədiyim bu səviyyənin altına düşməsin, 81-in altına düşməsin və buradan yeni high gətirsin. Mənim gözlədiyim odur. Nebius'ta hədəfim mənim 300 dollara qədər hədəfim var önümüzdəki 1 ildə. Lakin bunun olmaq üçün, yəni hal-hazırda bazarda lig olmamaq üçün bu lazım. Nebius'un düşəcəyi maksimum nöqtə olaraq mən gördüyüm səviyyə 74 səviyyəsidir. 74 və 70 səviyyəsi. Onu da kvadrat şəklində göstərim bizə tam aydın olsun. Baxın, 74 və ümumi olaraq bu səviyyə bizim gözlədiyimiz səviyyədir. Yəni Nebius'un da maksimum düşəcəyi yer olaraq mən bu səviyyəni görürəm. Yanıla bilərəm. Bu mənim analizimdir. Şəxsi analizimi sadəcə sizlərlə bölüşmək istəyirəm ki, bir çoxumuz çətin vəziyyətdəyik, bəlkə faydası toxunar. Oscar mənfidə olan səhmlərimizdən biridir. Maliyyətim 15 dollar civarıdır. Buradan düşüb ACA məsələsini hökumət açılanda qəbul eləmədilər deyə Oscar səs düşüş verdi. Oscarlardan nə gözləyərik? Hal-hazırda 13 səviyyəsindədir. Birinci dəstək səviyyəmiz 12.64 səviyyəsidir ki, ən son bu səviyyədə işləmişdi və buralarda mən almışdım. Məsələn, bura gəldi, dib elədi. Buradan qalxdı 22 səviyyələrini. 22 səviyyəsindəki dirənc işlədi. Və hal-hazırda da əgər maksimum düşüş olsa, Oscarda gözlədiyim səviyyə 10 dollar səviyyəsidir. Ondan daha aşağı Oscarı gözləmirəm. Ethereum tutanlar var. Ethereum'a da qısaca baxaq. Ethereum'da burada mən sizə qəp bölgəsi çəkmişdim. Bir də maksimum high və də qəp. Və bu bölgəni qırıbdır. Bu bölgədə qırdıqdan sonra Ethereum-un gələ biləcəyi nöqtə, Ethereum artıq həftəlikdə baxmayacağım, günlükdə baxacağam. Baxın, bu bölgəni itirmişik biz və burada artıq düşüş daimi və bu hər şey Bitcoin-dən asılıdır. Ethereum-un gələ biləcəyi səviyyə mənim gözlədiyim əsas dəstək səviyyəsi. Burada gördüyümüz bu hissə 2360 bölgəsidir. Əgər Bitcoin 69-a düşsə, gələ biləcək bölgələrdən biri 2400 səviyyəsidir. Yəni riskinizi ona görə ayarlaya bilərsiniz ki, ən azından pis vəziyyətdə qalmayın. Mənim gözlədiyim səviyyə budur. Bunun daha aşağısını gözləmirəm şəxsən, şəxsi fikrim olaraq. Elə də əslində baxacağımız çox bir şey qalmayıb. Digər səhmlərə çox toxunmaq istəmirəm. Bir də Iron, daha doğrusu Iron saxlayan var, çoxdur qrupda portfolyolarında. Iron'a da baxmaq istəyirəm qısaca. Demək, Iron'da demişdim ki, 48 səviyyəsi dəstək bölgəsidir və 48 səviyyəsinə gəlib, burada gördüyünüz kimi bu səviyyəni qırıb. Bizim ilk dəstək səviyyəmiz bu. Bollinger bandımız olan 100'lük Bollinger bandımız olan 40 səviyyəsi olacaq və bu səviyyədə itirilərsə, artıq bizim Iron'da gözləyəcəyimiz səviyyələr əsasən ilk olaraq 34 səviyyəsini gözləyə bilərik. Orada biraz takılıb deyək. 34 səviyyəsi və 34-ün altına düşəcəyinin yenə də inanmadığım səhmlərdən biridir. Çünki bu səhmlərə mən çox güvənirəm.
və istəyirəm sizdən likvidasiya xəritəsinə baxaq. Mən 80 səviyyələrinin düşəcəyini təxmin edirdim. Necə təxmin edirdim? Çoxumuz 24 saatlıq likvidasiyaya baxırsınız. Mənim baxdığım likvidasiya hal-hazırda illikdir. Çünki bu uzun zamanın qrafikidir. Və illikdə demək olar hər şey təmizlənib. Yəni buradan başladılar, təmizləyə bütün likvidasiyalar görürsüz gəliblər. Və burada maksimum düşə biləcək səviyyə 74 səviyyəsidir. Mənim dediyim dəstə səviyyəsi maksimum düşə biləcək səviyyə olaraq göstərilir likvidasiya xəritəsində. 48 saatlıq likvidasiya xəritəsinə də qısaca baxaq. 48 saatlıqda da yəni 80 bölgəsi göstərir. Onlar da yeni açılan lonqlardır. Elə böyük bir şey yoxdur. Və bizim əsas hədəfimiz likvidasiya xəritəsinin 88 bölgəsi, daha üstünə çıxarsa 93 bölgəsi bizə likvidasiyanın göstərdiyi bölgələrdir. Ümumi olaraq mənim gözləntilərim budur. Bir də baxacağım, yadıma yaxşı düşdü. USDT dollar səviyyəsi var. USDT dollara baxaq. USDT dollarda baxın, burada mən çəkmişdim. Yadımda deyil, xatırlamıram. Sizlə paylaşmışam, paylaşmamışam. USD dolların buradan dirənç səviyyəsi var idi. Buradan qəşəng bir rədd yeyib düşüb aşağı. Əgər biz nə vaxt döndük deyə bilərik artıq, 6402-nin altına atsa və buradan artıq aşağı düşməyə başladığı an biz döndüyümüzü hiss edə bilərik. Çünki çox önəmli səviyyə, görürsüz? Yəni bu iki səviyyə qrafikdə də tam görsənir. Bizim dönməyimiz üçün lazım olsa. Biraz da buradan yüksəlsə, o dediyim 69 bölgəsinə gəlsə, qalxacağı yer 7-20 səviyyəsi hardasa. 7 səviyyəsi, 7-20 səviyyəsi olaraq gözləyirəm. Hardasa buralar. Yəni bu səviyyələrdə, yəni 69-a qalxsa, qalxacaq səviyyələr olaraq gözləyirəm. Buranın daha üstünü gözləmirəm. Bu mənim şəxsi fikrim idi. Burada da ERS-ə yəni o maksimum səviyyələrdədir. Buradan artıq məncə dönməliyik və buna görə də son qalan pulu da salacağam mən bazara. Likvidasiyalarımı da dediyim kimi MSTR-də hara qoyacağam, Nebius'da harada qoyacağım. Lig olacağım nöqtələr də onlardır. İstədim bunu deyim. Ay, sağ olun.